Gicgah nahiyəsində ağrı əsas hansı xəstəliklərdə olur, onu sizə deyəcəm. Sayacağım xəstəliklər içərisində yalnız biri kritikdir və o halda təcili gəlməlisiniz. İndi sayacağım əlamətləri bilsəniz, böyük ehtimalla diaqnozunuzu da başa düşəcəksiniz. Başlayaq o zaman. Gicgah ağrısı əsas 4 səbəbdən olur. Miqren, temporal arterit, çənə oynağı problemləri və gərginlik baş ağrısı. Gəlin bir-bir bunları incələyək. Birinci, miqren baş ağrısı əsasən bir tərəfli, yəni sağ ya sol tərəfli olur. Pulsasiya edir, yəni vurğu hiss edirsiniz, işıq və səsə qarşı həssaslıq olur. İkinci, gərginlik tipi baş ağrısı iki tərəfli, sıxıcı xarakterdə olur. Üçüncüsü, temporomandibular oynaq disfunksiyası. Bu, çeynəmə ilə artan bir ağrıdır. Və dördüncü, temporal arterit, xüsusilə 50 yaşdan yuxarı xəstələrdə kritik olaraq əhəmiyyət daşıyır. Bax, bu zaman təcili gəlmək lazımdır. Çünki görmənin geri dönməz itirilməsi ilə nəticələnə bilər. Bu baxımdan da diaqnoz və müalicə təcilidir. Gicgahda yeni başlayan şiddətli və fasiləsiz ağrı, çeynəmə zamanı ağrının artması, görmənin ikiləşməsi, azalması kimi əlamətlərlə özünü göstərir.